Bugün sizə bitirdiklərimlə gəlmişəm. İlk öncə Lux Visage'ın bu qaş şəkilləndiricisini danışmaq istəyirəm. Heç bəyənmədim. Yəni qaşlarımı sabitləməklə də heç bir effekt vermədi. Ona görə almayın, aldırmayın. Sonra isə Maybelline Fit Me konsilerindən danışmaq istəyirəm. Yəni qapadıcı, çox qəşəng qapadıcıdır. Favorimdir. Neçə illərdir ancaq bunu istifadə edirəm. Yəni ki, alın, həmişə alın, məncə alın. Sonra Misha'dan bu BB kremdən danışmaq istəyirəm. Mənə deyilənə görə bu çox pis BB kremi idi, amma məncə heç pis deyildi. Yağlı dərilər, yəni gördünüz bunu, gördüyünüz yerdə alın. Yəni həqiqətən mən bəyəndim. Yəni yəqin bəyəndiyimi hiss elədiniz. Yəni çox hiss elətdirdim yəqin ki sizə. Yəni içində, yəni qırağında, divarında, bazişkomla bir yerdə işlətdiyimiz bu BB kremin heç nəyi qalmayıb. Yəni ki qıraqlarını belə sıxıb. Kasıbçılıq. Məhsulları qaldı. Əgər bu videonu bəyəndinizsə, izləməyi unutmayın. Part 2-də görüşənədək.